tozun torpağın içində gedirdik. Qış olanda palçığın, zığın içində olurduq. Sudan, palçıqdan bu yol keçilməz idi. İndi şükürlər olsun ki, yolumuz asfaltlaşır. Uzun illərdən sonra Oğuzun Mollalı kəndinin yolları təmir olunur. Əraziyə texnika cəlb edilib, qızğın iş gedir. Hazırda yola ikinci lay asfalt tökülür. Bu yaşayış məntəqəsinin yolsuzluğu, xüsusən əhalinin çəkdiyi əziyyət, nəqliyyat vasitələrinin tez-tez xarab olması barədə ictimai televiziya olaraq bir neçə dəfə reportajlar hazırlamışdıq. Artıq Mollalı kəndinə asfalt döşənir. Bundan sonra yerli sakinlər istər şəhərlə, istərsə digər məntəqələrlə daha rahat şəkildə əlaqə yarada biləcək. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, ümumi uzunluğu 17 kilometr olan avtomobil yolunda tikinti işləri sürətlə davam etdirilir. Layihə çərçivəsində Mollalı kəndi və rayonun digər yaşayış məntəqələrinin, Dəymədağlı, Tərkeş, Dəymədərə, Yemişənli və Çalud kəndlərinin daxili yolları da bu il ərzində yenidən qurularaq sakinlərin istifadəsinə veriləcək. Bununla yanaşı 2 ədəd yeni körpünün inşası nəzərdə tutulur. Sel sular dəfələrlə buraya qoyulan su ötürücüləri yuyub dağıdır, aparırdı. Sakinlər ciddi yolsuzluqdan əziyyət çəkirdi. Hazırda isə gördüyünüz kimi yeni müasir körpü inşa olunur və bu günlərim ilk panellər qoyulur. İllərləndir bu kəndimizdə, bu yollardan, bu körpülərdə əziyyət çəkmişik. Çay gəlir, hər dəfə sel gəlir, dağıdır. Bu günlərim sağ olsunlar, Allah onlardan razı olsun, körpü çəkirlər, əziyyət çəkirlər. Hər birinə təşəkkür edirik. Elə onunla qarşılıqlı kəndimizin yolunu da asfaltlanır. Artıq körpülərdən biri üzrə dayaq konstruksiyalarının tikintisi tam başa çatdırılıb. Hazırda aşırım tirlərinin quraşdırılması mərhələsi həyata keçirilir. Digər körpü üzrə tikinti işlərinə isə yaxın zamanlarda başlanılması planlaşdırılır. Rasim İslamov, Bəxtiyar Atayev, Aysən Ələkbərova, İTV Xəbər, Oğuz.